Dostlar, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram uşaqlar. Maraqlı bir videomuz olacaq bu günləri. İlk öncədən deyim sizə uşaqlar, videonu sona qədər izləmək lazımdır ki, nəsə başa düşəsiniz. Elə olur ki, videonu ortadan izləyirsiniz, əvvəldən, axırdan. Belə olmur uşaqlar. Tam olaraq izləyirik, çünki mən sizə bu günləri çox işlək metodikaları göstərəcəm. Bundan öncəki videolarda da göstərmişdim. Onlara da baxa bilərsiniz. İstəyirsən bundan öncəkilərə get bax, sonra gələrsən buna və yaxud da ki, sona qədər bu videoya bax və nəsə başa düşəsən deyə dostum. Ona görə də əgər kanalımıza abunə olmamısansa, ilk öncədən abunə olursan və öz şərhini bildirirsən. Bizsə keçək monitora, çox danışmadan keçək təlimimizə görə bu günlər nə öyrənə bilərik? Bir-iki dənə də əməliyyat açacağıq əlbəttə ki və bu strategiyanın necə işlədiyinə nəzər salacağıq. Oldu, biz keçək monitora, sənsə videonu bəyən və baxmağa davam elə. Getdik. Uşaqlar, keçdik monitora, tez bazar şəkildə keçirik biz yuxarıda valutalar bölməsinə və görürük ki, bu günləri bazar günü olduğuna görə OTC-də trade edəcəyik. Euro, dollar və gold burada işləmir hal-hazırda. Keçirik biz OTC bölməsinə. Uşaqlar, son zamanlar OTC-lər o qədər çoxalıb ki, biz artıq fərqi yoxdur bizdə. Əsas odur ki, situasiya olsun və biz öz əməliyyatımızı açaq. OTC-lərdə baxacağıq bu günləri. Həm də bazar günü trade eləmək istəyənlər də olur. Bir də görürsünüz, elə uşaqlar var ki, spesifik yanaşmayın. Bütün həftə boyu işləyir və həftə sonu özü üçün nəsə eləmək istəyir. Həftə sonu isə bazar işləmir. Böyük bazar. Burada isə fərqi yoxdur uşaqlar. Vəbşə. Yəni kim gəlmək istəyir, okey, qapılar açıqdır. Keçirik biz, baxırıq Gold OTC brokeri soruşursunuz. Linki aşağıda saxlamışam uşaqlar. Burada promokodlar görə bilərsiniz. İlk öncədən YouTube-da izləyin, çoxlu videolarımız var və məlumatlanın uşaqlar. Keçən də bir dənə dostumuz burada Forex-i izah elə demişdi. İzah eləyəcəm dostum, hələ ki bu ilə bir qutaraq. Görək biz nə tapa bilirik. Görürük ki, baxın, Ethereum OTC, burada vəziyyətə baxın. Keçirik biz Litecoin-ə, oradakı vəziyyətə baxın, görürsünüzmü? Real bazarda belə söhbət yoxdur. Ən azından bir-birinə oxşuyurlar, aydın olurmu sizə? Burada OTC olduğuna görə bu biraz fərqlidir. Keçid alaq, görək aşağıda nə var bizdə. 91%-lərdən düşdük biz artıq. Bu adətən mən bu kriptovalutalara girmirəm uşaqlar. Çalışıram OTC belə olsa, valutalarda olsun. Kriptovalutanın OTC də özü kimidir. Demək görək bizdə burada nə var? 5 dəqiqəlik time frame, okey. 1 dəqiqəliyə keçid alaq. 1 dəqiqəlikdə biz görürük ki, bizim bu şamımızın bağlanmağına 17 saniyə qalır. 17 saniyə qalır. Bizdə saat neçədir hal-hazırda? Bizdə 43-dür. 2 dəqiqədən sonra bizdə 5 dəqiqəlik şam açılacaq. Keçək biz 5 dəqiqəlik şamımıza və görək orada nə var, nə yox. Dostum, bundan öncə mən tam olaraq şamla necə işləmək lazımdır, o videoda göstərmişəm. Burada görə bilərsən, həmən videonu baxıb yararlana bilərsən, tam olaraq necə işləmək lazımdır. Bu dəqiqə mən gözləyirəm, həmən bu şamın bağlanmasına 47 saniyə qalır. Görək bu şam necə bağlanacaq, növbəti şama keçid alacağım. 150 dollar həcmində nəyə görə? Çünki bizdə burada 15.000 dollar var, 1%-i 150 dollar edir. Görürük ki, belə bir düşüş şamımız var və 30 saniyəmiz qalır 5 dəqiqəlik şama uşaqlar. Bu belə bağlanarsa, mən düşünürəm ki, bizim növbəti şamımız yuxarılarda bağlanacaq. İndi bağlandığı yerə əsasən mən əməliyyat açacağam və burada nəyə görə rahat olmaq olar? Çünki siz bu korreksiyanı götürəcəksiniz. Birinci əməliyyat minus olsa belə, ikincidən götürə biləcəksiniz. Çünki belə düşən şamın bir geri korreksiyası olur və geridə bağlanır. Vaxtı itirə bilərik. 150 dollarla mən yuxarı əməliyyat açıram 5 dəqiqə müddətinə və düşünürəm ki, bizim bu şamımız 5 dəqiqə ərzində bu zonadan yuxarıda olacaq. Əgər aşağıda olarsa, bizim aşağı sahələrimiz var və biz oralardan götürə bilərik. Sadəcə nəyi düşünürəm mən? Mən düşünürəm ki, bu şamın biri bizdə 5 dəqiqə davam edir. Baxın, bu şam 5 dəqiqədir. Və bu şam bağlanandan sonra hökmən bir korreksiya yuxarı olmalıdır. Aydın olurmu sizə? Və bu korreksiya belə bir balaca şəkildə də ola bilər və yaxud da ki, həmən bu şamın burada bağlanacağı qədər də ola bilər. Şamın burada bağlanacağı qədər olması daha böyük ehtimaldır. Çünki biz burada biraz yığılıb sonra aşağı getmək istəməyimiz daha normaldır. Çünki daha çox oyunçuları biz oyundan çıxarda və daha çox oyunçular biz oyuna dəvət edə bilirik. Bunu market makerlər eləyir, biz yox. Maraq yaradırlar bazara. Burada hal-hazırda, məsəl üçün, biz böyük bazarda keçid alsaq, burada bizdə bir FVG gözləyib, məsəl üçün, həmən o FVG-dən biz aşağı short əməliyyatları axtara bilərik. Amma biz binary-deyik və biz bir şam müddətinə trade edirik. Bir şamımızın ömrü 5 dəqiqədir, məsəl üçün.
Siz əgər 10 dəqiqəlikdə trade eləyirsinizsə, sizin bir şamınızın müddəti 10 dəqiqədir və yaxud da ki, başqa time frame. H1-də də eyni söhbətdir, H4-də də eyni söhbətdir. Və mən düşünürəm ki, bu şamım mənim FVG-ni yaradan şam olacaq və həmən FVG-nin altından biz artıq short əməliyyatları özümüz üçün görə bilərik. Hal-hazırda bizim əməliyyatımızın bağlanmasına 3 dəqiqə var. Görək əməliyyat necə yekunlaşacaq, sonra davam eləyərik uşaqlar. Kimin nə sualı varsa aşağıda yazsın və öz təkliflərinizi bildirin. Biz də onlara uyğun videolar sizə təqdim edək. İki dəqiqə qalıb görək 2 dəqiqədə bu nə hərəkət eləyəcək, getdi yuxarıda, gəldi aşağıda, açdığımız yerə də. Əsas odur ki, biz bilirik, bax, buraları yığdılar. Vəsə, bura bəlkə də daha sonra qayıtmayacaq. Əgər biz belə qırmızı bağlansaq, biz deməli, əksinə növbəti şamı əks istiqamətdə açacağıq. Bizim sadəcə istəyimiz bu dəqiqə və fikrimiz bu şamın burada yuxarıda bağlanmalıdır. Gözləyirik. $150 investisiya olunub. 89% bizdə göstəricidir ki, bizim əməliyyatımız doğru proqnoz olunubsa, biz buradan götürəcəyik $133, 150-nin üstündə. İtirməyə qalsa isə daha çox itirəcəyik, yəni bunu bilin. Burada sizin win rate-iniz yuxarı olmalıdır. Tək bu ilə də qutarmır, win rate-iniz 50 də ola bilər, sadəcə yenə də doğru yerlərdən doğru girişlər eləmək lazımdır. Məsəl üçün, siz yarımçıq şama girəndə, siz məsəl üçün bir şam müddətinə yox, 2 şam müddətinə elə ola bilər ki, elə bölərsiniz ki, 3 şam müddətinə aləm dəyər bir-birinə. Bağladığın yerə gələr çatar və yaxud da ki, oradan o tərəfə gedər. Bu strategiya sizə çatırmı? Yəni, izah eləyə bilirəmmi? Yəni, bu necə işləyir ümumiyyətlə? Bunu mən Forex üçün də tətbiq eləməyi sizə məsləhət görərəm. Ancaq böyük time framelərdə. Çünki biz burada binary-də olduğumuz üçün biz faizlə götürürük. Amma və bizə gördünüzmü, plusla bağlandı, şamımızı götürdük. Növbəti şama mən 5 dəqiqə short əməliyyat açacağam. İdeal yerdən açmamışam, biraz aşağıdan açdım. Amma yenə də 5 dəqiqə müddətinə bu əməliyyatı açmışam ki, mən bizim bu şamımız həmən bu 5 dəqiqə bitəndə aşağıda olacaq. Əgər biz yuxarıda olsaq, yenə də mən baxacam situasiyaya və həmən situasiyaya uyğun hərəkət eləyəcəm. Bəs bu qiymət yuxarı gedir, mən buradan dagon götürsəm necə? Buradan dagon götürmək olmaz. Bu əməliyyat minus olarsa, buradan dagon nədir? Üst əməliyyat, bir dənə də əməliyyat açım. Götürmək olmaz, çünki artıq biz bunu təxmin eləyə bilmərik ki, bu buradan qayıdacaq ya yox. Hal-hazırda biz görürük ki, struktur pozulub, biz short gedirik. Ona görə biz belə bir əməliyyatı açmışıq. Ancaq biz bu zonadan təzədən yuxarı qayıtsaq, deməli bu lojni proboy, yalançı qırılma idi və bizi aldatdılar. Vəsə, biz minusu yedik. Keçid alırıq biz, baxırıq bura. Uşaqlar, videonun adını da ona görə belə qoymuşam ki, 10 dəqiqə bazarda ol. Vəsə, baxın, 2 dənə əməliyyat açacağıq, ikisi 5 dəqiqə, hərəsi bir şam, vəssalam. Görək bizim bu strategiyamızda biz bu günləri nə qədər qazana biləcəyik. Aydın olurmu sizə? Görək bizim əməliyyatımız necə yekunlaşır, gözləyək uşaqlar. Çox maraqlıdır, getdi, yuxarını da yığdı və hal-hazırda hərəkət etməkdədir. Buraları da götürdü, heç nə saxlamadı. Bax, bir dənə şam. O birisi bazarda necə işləyir? Siz bu struktura ya H4-də, ya 4 saatlıq bir dənə əməliyyat açırsınız. Bağlandı, korreksiya üçün götürürsünüz. Orada da çox vaxtı mexaniki bağlanır və yaxud da ki, Fibonacci ilə götürürsünüz. Məsəl üçün, bu şam bağlandı, Fibonacci ilə deyək ki, bu şamın Fibonacci deyək ki, biz bu şamı götürmüşük. Okey mi? Bizə dib olub. Və biz görürük ki, biz getdik 618-ləri götürdük və aşağı gedirik. Bizim bura qayıtmaq fikrimiz olmamalıdır əslində. Yəni, biz bura qayıtmamalıyıq.
Çünki biz buraları gördük. Sadəcə yüngül kolibaniya. Bizim əməliyyatımız 5 dəqiqəlik şam açılan kimi oldu. Sadəcə biz biraz gecikmişik. O da görürsünüzmü? Gecikdiyimizə görə şam buradan açılıb. Biz buradan açıla bilməmişik. Bax, bizim bir dənə hal-hazır ki, biraz riskimiz odur. Vəssalam. Biz bundan, məsəl üçün, böyük bazarda bunun üstü bizdə stop loss olmalıdır. Vaxtımıza az qalıb, görək plusla bağlana biləcəyimi. Görürsünüzmü, biz biraz gecikdik. O birisi şam açıldı, bizim hələ 3 saniyəmiz var. Blin. Həqiqətən işləyir bu. Həmən o 3 saniyədə imini gəlib səni stop eləyir. İmin o şam. Yo, plus oldu. Yəni, yenə də buradan, həmən bu şamdan biz aşağı əməliyyat açıb, yenə də götürə bilərik. Minus olsaq, bizim yerimiz var və biz tam olaraq şəkili görürük. Uşaqlar, 2 dənə əməliyyat açdıq, 10 dəqiqə vaxt sərf elədik və biz buradan nə qədər eləyir? 200 dollar, 266 dollar pul qazandıq. Manatla bu qədər eləyir. Burada hələ də əməliyyat açmaq olar. Sadəcə video onu demir. Bu günləri biz qazanıb getməyi öyrəndik uşaqlar və qazanıb getdik. Risk money management hamısı öz yerində, strategiyamız öz yerində. Всего 2 dənə əməliyyat, 2 dənə plus və gözəl bir gün. Biz gedək dincəlməyə, sizsə növbəti videoları gözləyin və köhnə videoları izləyin. Hamınıza uğur və nailiyyətlər və bolca keş arzu edirəm. Hələlik.